Müəllimlər məncə şagirdlər arasında bağlar qurmalıdırlar. Necəsiniz? Və özünüzü necə hiss edirsiniz? Bu iki cümlə məncə bizim bir dəqiqəmizi almır. Bu metodika deyil, bu müəllimin dərsə sevgi ilə baxışıdır. Mən həmişə övladlarıma da deyirəm, elə bir peşə seçin ki, onu sevərək edəsiniz. Çünki günlük bunu sevərək etməsəz, o sizə zəhər kimi gələcək. Bu indiki uşaqlarımız üçün deyil. Yo, xanım, xoş gəlmisiniz. Çox sağ olun. Necəsiniz? Sözünüzü? Çox yaxşı. Çox Əla. Əla. Bugün sizdən təhsildən danışacağıq və təhsildə istəyirəm ki, bir valideyn gözündən baxaq bu dəfə. Məktəb sisteminə, müəllimlərə, ümumi təhsil sisteminə siz valideynlər nə düşünürsünüz? Buna görə önəmlidir. Əvvəlcə sizi tanımayanlar üçün özünüz haqqında qısa məlumat verin. Mən Elkənur Qulaməliyeva. 3 övlad anasıyam. 21 yaşında qızım, 18 yaşında oğlum və nəhayət kiçik qızım 10 yaşında. Demək ki, təhsillə bağlı danışmaq üçün ideal namizədsiz bu dəqiqə. Çox uzun yollarımız olub. Çətin və keşməkeşli deyə bilərəm. Bizə bu təcrübə necə olur? Ümumi götürəndə bir sifətlə təsvir eləyəcək olsaz, 3 uşağın məktəb təcrübəsi necə olub, onların məktəblə əlaqəsi? Əslində məktəb təcrübəsi, məktəbdə maraqlı idi uşaqların. Hər övladının özünə məxsus xəssiyyəti, xarakteri olduğuna görə onların dövrləri də məktəbdə müxtəlif keçib. Həqiqətən bu mənim üçün də çox fərqlidir. Hər dəfə baxanda deyirəm ki, necə ola bilər? Deməli, eyni ailədə böyüsələr də təcrübələr də fərqlidir. Amma biz məktəbdən daha çox digər fəaliyyətlərlə məşğul olduğumuz üçün məktəb bizim üçün sadəcə orta təhsili verən bir qurum olub. Amma digər fəaliyyətlər üçün çox zaman, çox vaxt, çox enerji sərf eləmişik. Bu yolda çox çətinliklərimiz də olub, asan da olub. Bax belə. Aha. Belə bir sualla başlamaq istəyirəm, giriş eləmək istəyirəm mövzumuza daha doğrusu. Sizcə ümumiyyətlə məktəbin vəzifəsi nədir? Əslində bu çox maraqlı və aktual mövzudur. Məktəbin vəzifəsi çoxdur deyə düşünürəm. Çünki uşaqlar günün demək olar ki, yarısını məktəbdə keçirir. Bu məhsuldar olası bir saatlar olmalıdır uşaqlar üçün. Amma nə qədər məhsuldardır, təbii ki, bu uşağın oxuduğu sinifdən, onun müəllimlərindən, sinif yoldaşından çox asılıdır deyək. Bəli, bu ortam onları böyüdür, inkişaf etdirir. Amma sağlam düşüncə tərzinə formalaşmalıdırlar deyə düşünürəm məktəbdə. Çox vacibdir. Bəs ümumi olaraq hansı bacarıqları formalaşdırmalıdır məktəb uşaqlarda? Nə bacarığı verməlidir? Nəyə hazırlamalıdır məktəb ümumiyyətlə uşaqları? Əslində məktəb uşağı həyata hazırlamalıdır, amma nə qədərini hazırlayır bu böyük sual altındadır. Mənə görə bu mənim şəxsi qərarımdır. Məktəbdə sadəcə proqramda olan dərsi də keçib uşaq mənimsədi, mənimsəmədi, 45 dəqiqəyə çatırmı, çatmırmı? Düşünmürəm ki, çatır. Çünki orta məktəblərdən sırf söhbət gedirsə, orta məktəblərdə necə deyək, öyrənmə çətinliyi olan uşaqlarımız da olur, tez öyrənən uşaqlarımız da olur. Amma proqram sadəcə sırf ümumi olduğu üçün nə qədər uşaq buna çatır və günü-gündən gedişat elə gedir ki, bütün uşaqlar materiala çatmaya bilir və burada nəticə etibarilə uşaqlar sən yaxşı oxuyursan, sən pis oxuyursan deyə adlandırılır. Burada əslində şəxsiyyətə bəzi zərərlər verilir. Amma bu nüanslar bilmirəm nə dərəcədə düzgündür. Yəni bu uşaqlara məktəbdə müəllimlərin təsiri, əslində biz müəllimlərin böyük təsiri var uşaqlara məktəbdə. Həm psixoloji cəhətdən, həm onların sosial. Siz təsəvvür edin ki, materialı çətin qavrayan uşaq yanında tez qavrayanı görəndə artıq özündə problem olduğunu görür. Ola bilər bəzi nüanslar onu əngəlləyə bilər, amma bunun əngəlləmə səbəbini mən düşünürəm ki, müəllimlər aşkarlamalıdır və valideynlərə məlumat verməlidir. Müəllim, valideyn, məktəb əslində birlikdə işləsə çox gözəl nəticələrimiz olar. Uşaqlarımız çox sevərək məktəbə getməyi üstün tutarlar deyə düşünürəm. Çoxlu önəmli məqamlara toxundunuz bu suala cavab verərkən və bir sual haşiyə çıxaraq vermək istəyirəm buradan sizə. Sizcə uşaqların yaxşı və pis oxuyan olaraq ayrılması onlara qarşı ayrı seçkilikdirmi? Və bu ayrı seçkilikdirsə onlara necə təsir edir ümumiyyətlə? Ümumiyyətlə belə deyil. Yəni sizin uşaqlarınıza qarşı olubmu, siz ondan qarşılaşmısınızmı, onlara necə təsir edir, necə hiss elətdirib özlərini? Bilirsiniz, indi necə qavram formalaşıb uşaqlarda. Biz gələcəkdə mən həkim olacağam, müəyyən bilik bacarıqlar mənə lazım deyil. O dərsləri mən yaxşı oxumamalıyam deyə düşünürlər. Amma məncə bu yanlış qavramdır. Məncə yeganə Azərbaycan təhsil sistemindədir ki, bütün fənlər müəyyən siniflərə qədər keçirilir. Məsələn, bir valideyn ki, bizim də xaricdə yaşayan, təməlli orada yaşayan qohumlarımız var. Məsələn, onlar deyəndə ki, biz ancaq müəyyən bilikləri bilirik və biləndə ki, mən həkim olacağam, 3-4 fən üzrə
balacalıqdan formalaşdırırıq bunu. Amma bizdə tamam fərqlidir. Onlarda o nüansı görə bilmirik. Məsələn, bizim uşaqlar 9-cu sinifə kimi bütün fənlərlə məlumatlı ola bilirsə ən azından, xaricdə belə bir təhsil düzdür, haşiyadan çıxdım, amma müqayisə üçün deyirəm. Oradakı uşaqlar məsələn hiss eləyə bilmirlər ki, mən zəifəm, mən ondan geri qaldım. O hissi yaşamama səbəbi bir istiqamətdə getdiyi üçün. Amma biz 9-cu sinifə qədər məktəbdə tədris olunan dərsləri hamı eyni, həkim olan da hər bir şeyi öyrənməlidir, müəyyən bilik, bacarıqla. Amma maraq vacib faktordur. Mən düşünürəm ki, uşaqlara hər fəni sevdirmək olar. Olar. Bəs bu onlara necə təsir edir? Məsəl üçün, mən özümü şəxsən deyim, riyaziyyatım əla olmayıb. Mən Mən humanitar fənlərdə çox yaxşı olmuşam. Amma sizcə uşaqlara bu fəndə pissən, digərində yaxşısan deməkmi, bütün fənlərə məruz qoymaq mı yaxşıdır? İntellektual tərəfdən baxanda hə, dersən ki, hamısından məlumatlı olsa yaxşıdır. Amma sizcə bunun onların psixologiyasına necə təsir edir, yoxsa? Əslində, siz necədir? Bu mövzuda, məsələn, dərsə girmişik, bir mövzumuz var. Bunu biz o qədər həyəcanla tədris eləməliyik ki, elə dərsdə qulaq assa ona yetərlidir. Bir tarix mövzusu olsun, istər coğrafiya olsun, istər riyaziyyat olsun. Bir mövzuya giriş tərzimizi məncə dəyişməliyik. Mənim müəllimdən asılıdır o zaman. Bir nəfərin bilib bilməməsi deyirsiniz. Bəli. Mən məsələn oğlum iti zəkaya malik olduğu üçün müəllimi sinifdə tarixdə nə öyrədibsə, o onun düzdür birinci qrupa hazırlaşdığına baxmayaraq indi bir dəqiqə elə şeylər danışır ki, məsələn, onu heç vaxt o kitabdan oxumayıb. Onun müəlliminin ona tələbi və dərs zamanı məni dinlə başa düşəcəksən və o maraq, o qədər həvəs, o enerjini ötürüb olaraq. Bu dəqiqə mən müəllimlərimizi suçlamayacağam təbii ki. Çox gözəl müəllimlərimiz də var. Amma məncə daha çox maraqla, daha çox həvəslə sinifə giriş tərzi olsa, uşaqlar bir çevirib, aha, müəlliməmiz gəldi. Yoxsa girin, açın, buydu, nə idi? Məncə bu artıq bu indiki uşaqlarımız üçün deyil. Məncə biz də özümüzü, bəli, təhsilimizdə 45 il, 50 il tədris edən müəllimlərimiz var. Bu o demək deyil ki, onlar yanlış tədris edir. Xeyr, bəzən bəzi nöqtələrimizi dəyişməliyik, nüansları dəyişməliyik deyə düşünürəm. Yox, xanım, burada bir dənə fikir əlavə edim sizin fikrinizə. Məsəl üçün dediniz ki, indiki uşaqlar üçün deyil. Bunu maraq. Mən sizlə bilirsiniz harda biraz fərqli düşünürəm. Bu heç o vaxtki uşaqlar üçün də deyildi. Niyə? Çünki mən öz siniflərimi xatırlayıram. O siniflərdə sadəcə uşaqlar sakit otururdular. Oxuyan 1-2 nəfər olurdu. Təsəvvür edin 18 nəfər var sinifdə və 18 nəfərdən tam ki biri oxuyur və ya da ikisi oxuyur. İndi deyəndə dedilər ki, indiki uşaqlar oxumur. O vaxt oxumurdu. Sadəcə o sakit durmuşdu. Bizdə də oxumayan uşaqlar var idi. Parta arxasında oturub. Sadəcə səsləri çıxmırdı. Amma indiki uşaqlar etiraz eləyirlər. Artıq səsləri eşidilməyə başlayıb deyə. Elə bilirəm ki, müəllimlərdir ki, indiki uşaqlar bəs başqa metod gərək keçək. Amma o vaxt da bizə şey eləmirdi də, belə deyim. Əslində bunun adı metodika deməyək ki, bu metodika deyil. Bu müəllimin dərsə sevgi ilə baxışıdır. Mən də xatırlayıram öz Azərbaycan dili müəllimimi. Niyə coğrafiya müəllimi xatırlamaq istəmirəm və yaxud da ki, xatırlamıram. Bunu həmişə öz övladlarıma da deyirəm. Çünki biz dərsə girəndə bir enerji sərf eləmədik ki, bir dərs keçək. Bir dərs prosesi olsun. Bax, o dövrdən danışıram mən. Orada da cəlb eləmə söhbəti yox idi. Amma eləmək istəyən həmişə edib deyə. Məncə müəllimlik peşəsi elə bir peşədir ki, onu sevərək etmək lazımdır. Sevilməsə, mən müəllimlik fakültəsində oxumuşam, mütləq gedim tədris eləyim. Mən həmişə övladlarıma da deyirəm, elə bir peşə seçin ki, onu sevərək edəsiniz. Çünki günlük bunu sevərək etməsəz, o sizə zəhər kimi gələcək. Yəni təsəvvür edin ki, sevmədiyin bir qidanı günlük yemək məcburiyyətində qalırcasına effekt verir bizə o, təsir verir. Bu təsiri necə biz hər gün özümüzü zəhərləyərək yeyə bilərik? Eyni anlamda əslində. Və bir də dərsə girməmişdən qabaq bir uşaqların əhvalını soruşmaq. Uşaqlar, bugün necəsiniz? Bugün özünüzü necə hiss edirsiniz? Bu iki cümlə məncə bizim bir dəqiqəmizi almır. Bir-iki uşaq da cavab versə ki, müəllimə, bugün beləyəm, beləyəm. Bu uşaq deyəcək ki, məni anlayan var sinifdə, məni başa düşən var. Mən elə bir ortamdayım ki, mənim qarşımdakı hər halımla məni başa düşəcək. Bu özü bir bağdır. Müəllimlər məncə şagirdlər arasında bağlar qurmalıdırlar, güclü bağlar qurmalıdırlar ki, düzdür, mən də öz müəllimlərimi xatırladığım nüanslar olub bu vaxta qədər. Uşaqlarımın da həyatında var. Hər dəfə gəlirlər, danışırlar. Ay müəllimimiz, bəzən o fikirləri biz də deyirik, amma müəllimlər deyəndə daha qalıcı olur onlarda, daha çox inanırlar onlara. Çünki xüsusi bağları var arasında. Bu bağları qoruyub saxlamaqdır deyə düşünürəm. Valideynin məktəbə müdaxiləsi, valideyn məktəb, belə deyim, vəzifələrində sərhədlərdən danışacağıq. Hal-hazırda çox danışırıq ki, bəs valideynlərin də rolu olmalı, tədris prosesində onlar da iştirak etməlidir.
nə etməlidir? Valideyn necə daxil olmalıdır təhsil, tədris prosesində? O bir rol nədir ümumiyyətlə uşaqların öyrənməsində? Əslində belə deyim də sizə, necə daxil olmuşam, belə deyim, belə başlasaq daha yaxşı olacaq. İbtidai sinif məncə uşaqların həyatında vacib rol oynayır. Nə qədər bu nömrələri yaxşı qoyulsa, o qədər vacibdir onların gələcək həyatında. Məncə öyrənmə bir disiplindir, bir vərdişdir. Elə düşünürəm. Yəni oxu bacarığından olsun, riyazi bilik bacarıqları olsun, təməli olmadığı sürəcə aparmaq çətin olur və bu da uşaqların mən zəifəm, mən başa düşmürəm, məndə problem var duyğusu ilə o duyğunu bastıra-bastıra artıq elə düşünürəm ki, müəyyən nüanslara, xasiyyət, xarakter formalaşdırırlar. Tənbələm, məndə alınmayıb, alınmayacaq duyğular olur. Necə daxil oluruq desək, müəllim əgər ehtiyac duyursa ki, valideynlə danışmağa mən çox müdaxilə eləməyi sevən biri olmamışam. Müəllim mənə zəng edib deyib ki, Toyuq xanım, oğlunuz məsələn bu hərəkəti elədi, bu düzgün deyildi. Bəli, onu müəllimlə müzakirə eləyirəm və yenə də müdaxiləni müəllim eləyir. Çünki o proses sinifdə olub. Mən gəlim də müəllimin işinə qarışım da. Məncə bəzi işlər uşaqlar, müəllimlər arasında müəllimlər tərəfindən həll olunmalıdır. Evə gələndə əlbəttə ki, evdəki prosesə biz müdaxilə eləyirik. Səbəb nə idi? Necə idi? Yox, gördük ki, yenə anlaşılmazlıq varsa, yenə də müdaxilə. Yəni biz müəllimlərin işini çətinləşdirməməliyik. Mən indi görürəm, valideynlər çox mənim övladıma 4 yazdı, o onu layiq idi, başqa yerdə. Bunlar məncə müəllimin vaxtını alır və yorur. Sabahsı günü bu müəllim necə başlasın? İndi burada mən deməyəcəm, belə çıxa bilər ki, mən müəllimlərin tərəfini saxlayıram. Xeyr, ətrafımda çox müəllimlərin işinə müdaxilə edən valideynlər görürəm və lazım olduqda təbii ki, mən özüm də bir valideyn kimi nə ehtiyac varsa, nə tələb varsa mənə deyilib və onu evdə düzəltməyə çalışmışam. Əgər mənlik bir şeydirsə, bir valideyn tərəfindən. Yox, müəllimin səlahiyyətindədirsə, məsələn, sinif yoldaşları arasında bir uşaqlar part artağında oturub dalaşa bilirlər və yaxud da ki, nəsə ola bilir də. Bunu müəllim daha gözəl bilə bilər də. Mən axı evdə oturmuş bir valideynəm. Günlərini onlar bir yerdə keçirirlər. Mən evdəki prosesə daha agah ola bilərəm deyə düşünürəm. Sizin fikirlərinizə qatılıram və mən də burada bir şey əlavə eləmək istəyirəm. Ümumiyyətlə valideynlərin tədrisə cəlb olunması deyəndə iki tip yanaşma var. Valideynlərin bir qismi ümumiyyətlə hər şeyə qarışır. Tədrisə hər şeyə qarışır və bir qismi ümumiyyətlə iştirak eləmir. Doğru olan yanaşma mənə elə gəlir ki, əməkdaşlıq şəklində həll yolunun tapılması, müəyyən bir problem yaranırsa, ümumiyyətlə problem yaranınca əvvəl valideyn daimi olaraq bir ünsiyyətdə olmalıdır. Necə gedir, təhsil necə gedir, uşağım necə gedir, necədir vəziyyət ümumiyyətlə. Amma bir problem yarandığı zaman da ikisinin danışıb ortaq bir həll yolunun tapılması daha yaxşı olar. Çünki valideyn evdəki vəziyyət haqqında müəllimə məlumat verər və müəllim də məktəbdəki vəziyyət haqqında ona məlumat verər. Və bu davamlı belə iki tərəfli proses olmalıdır. Digər bir şey də yenə deyirəm, uşaqların vəziyyətinin məsəl üçün valideyn evdə görürlər, nəzərə alınması. Onun lazım olur müəllimlə müzakirəsi, lazım olur direktorla müzakirəsi, onların daha yaxşı oxuması üçün, daha rahat olması üçün şəraitin yaradılması şəklinə getməlidir. Ev tapşırıqları. Bəs ev tapşırıqları necə? Birinci bu sual verim ki, sizcə uşaqlara çoxmu ev tapşırığı verilir məktəbdən? Bu qədərmi verilməlidir? Azdırmı? Artırılmalıdırmı? Nə düşünürsünüz? Ev tapşırıqları əslində maraqlı sualdır bu. Həm də bu sual çox düşündürdü məni. Nəyə görə? Ev tapşırığı mən görməmişəm ki, övladlarıma çox ev tapşırığı verilsin. Yəni bəlkə oxuduqları məktəbdən də irəli gəlirmi məsələn. Amma bir uşağın bir nailiyyətə nail olmağı üçün məktəbdə verilən ev tapşırığı yetərli deyil deyə düşünürəm. Niyə bunu düşünürəm? Məsələn, baxaq ki, 3-cü, 4-cü siniflərdə monitorinqlər keçirilir, düzdürmü? Ev tapşırığı olaraq kitabda olan 2-3 dənə tapşırıq verilir. Müəllim neyləsin? Kitabda bu vəsaitdir, proqramda budur, bunu verdi. Verməlik məcburiyyətindədir. Dərs prosesdə 45 dəqiqə. Bununla uşaq hansı sistemə oturub qarşısında 40 suala bir dəfəlik 1 saat, 2 saat müddətində cavab verməsi üçün evdə müəyyən testlər etməlidir. Deyəcəksiniz ki, bu testləri məktəbdə edə bilərmi? Xeyr, çatdırmırlar. Niyə görə edə bilməz? Müəllimə müəyyən bir proqram verilir. Proqram çərçivəsində müəllim dərsini keçir. Kitabda olan tapşırıq, çünki bütün uşaqlar onu başa düşməlidir axı.
Ola bilər mənim övladım tez başa düşürsə, tez-tez getmək məcburiyyətində deyil axı. Bu sinifin yaxşı müəllimlər əslində sinifi nəzərə alaraq hərəkət edir ki, okey, bu sinifdə bütün uşaqların haqqıdır ki, bura gəliblər, öyrənsinlər, düzdürmü? Amma evdə biz görürük ki, uşaq gəlir, 2 tapşırığını elədi, boşda qalıbsa, oynadı, rəqsimə getdi, rəsminə getdi, nə varsa əlavə yenə də var. Amma biz valideyn kimi hər şey məktəbdən gözləməli deyilik. Ya məktəbdəki sistem dəyişməlidir, gözləməməyimiz üçün. Yəni burada həqiqətən üçlü bir proses gedir. Məktəb, valideyn və müəllim. Ya sistem dəyişməlidir, ya da biz özümüz bunu qəbullanıb ki, məktəbdə proses belədir. Təbii ki, orta məktəblərdən söhbət gedir. Mən liseylərdən, gimnaziyalardan danışmıram bu nüansda. Mənim övladlarım hər üçü də orta məktəbdə təhsil alır. Ona görə, yəni çox kiçik tapşırıqlardır. Valla oturur uşaq, oxumalı mətindir. 15-20 dəqiqə oturdu, oxudu, öyrəndi. Yəni bəlkə ola bilər ki, öyrənmə çətinlikləri yoxdur, problemləri yoxdur deyə rahat başa düşürlər və əlavə testlər mütləq şəkildə olunmalıdır. Yəni biz nəzərə alanda ki, ilin sonunda uşaq hansısa imtahana girəcək, dövlət təklif edib bunu, yəni mütləq eləməlidir. Eləməsə nəticə çox zəif olacaq deyə düşünürəm. Yox xanım, digər valideynlərin eşitməsi və yaxud da faydalana bilməsi adına siz ev tapşırıqlarında uşaqlara necə kömək edirsiniz? Necə onları etməyə motivasiya edirsiniz? Çünki valideynlər coş gəldilər ki, oxumur. Motivasiya. Motivasiya əslində Ya da necə disiplin eləyirsiniz ki, disiplin oxusunlar? dediyim, məsələn, dünən də qızıma dedim ki, 5 dənə riyaziyyatdan test eləyəcəksən, 5 dənə də Azərbaycan dilindən, sonra nənəngilə gedə bilərsən. Və yayın günü məktəb yox, bir şey yox, istirahət vaxtıdır. O da neynədi? Mən 5 test dedim, o da 5 səhifə elədi. Əslində 5 testimiz 10 səhifə edirdi. Yəni indiki uşaqlar, mən də açdım, yəni göstərdim ki, yəni sən okey, nənəgilə tez getmək istəyirsən, mən 5 test dedim, nümunəsi o 10 səhifə edirsə, sən amma 5-ini eləmisən. Bunu eləməsək getməyəcəksən və etiraz da eləmədi. Bilmirəm, bəlkə başqa valideynlər uşaqlara etiraz eləyir. Var əslində eləyənlər. İndi o bəlkə də balacalıqdan qoyulan bir bünövrədir. Bu da o demək deyil ki, tabedir mənə. Etiraz eləyir. Ay mama, nə olar? Onlar 5 dənə səhifə eləmişəm, okey, gedim, amma 10 dəqiqəyə gedib gələcəm nənəgilə. Dedim, olar, heç bir problem olmaz. Yəni sən onu 10 dəqiqə gecələsən də olar. Amma mütləq şəkildə bugün bu bitməlidir. Bugünlük dərsindir sənin. Və edir də. Yanında otururamı? Xeyr, qətiyyən. Mənim olmadığım digər bir otaqda. O çox istəyir əslində. Mən mama sənin yanında oturum eləyim. Mən qətiyyən icazə vermirəm. Deyirəm ki, sən bütün testləri mənim yanımda eləməyəcəksən. Bəlkə o sənə enerji verə bilər, dəstəkçi ola bilərəm ki, mən sənin yanındayam. Amma imtahanlarda sən parta arxasında bir qələmin, bir kağızında oturacaqsın. İndi deyəcəksiniz ki, hər dəfə də imtahan sözümü deyirsən. Xeyr. Zaten ayda tez-tez imtahanlara girən bir uşaqlardılar. Dövr tələb eləyir deyə biz də onları hazırlamağa çalışırıq. Birdən-birə aparıb imtahana salmağımız da düzgün deyil. Yox, mənim uşağım stresi davamlı olması üçün girməsi vacib faktordur, özünü rahatlaması. Çünki gələcəkdə imtahandan əldə etdiyi bilik, bacarıq onun həyatında müəyyən bir rol oynayacaq. Bəlkə də orta məktəbdə 4-cü sinifdə verdiyi, məsələn, kiçik summativ, böyük summativdə aldığı nəticə ona o qədər təsir etməz. Amma 9-cu, 11-ci sinifdəki gələcək həyatına çox toxunacaq deyə indidən hazırlaşmalıdır deyə düşünürəm. Əla. Məktəb dərslikləri ilə bağlı soruşmaq istəyirəm sizdən. Dərsliklər. Ümumiyyətlə dərsliklər tez-tez müzakirə olunan məsələdir sanki. Sadəcə sizin valideyn gözünüzdən və yaxud da nəzərinizdə kifayət qədər çalışma yoxdur və s. Sosial mediada görürük ki, filan tapşırıq səhv verilib, bu onun yaşına uyğun deyil. Belə bir şeylərlə rastlaşırsınız. Ümumiyyətlə kitablarda, dərsliklərdə vəziyyət valideyn olaraq sizcə yaxşıdırmı? Necə deyim? Əslində kitablarda çox ciddi dəyişikliklər var. Baxanda ki, məsələn, necə deyimsə, 11 il bundan qabaq qızım 1-ci sinifə gedəndə, məsələn, indi kiçik qızım gedəndə ondakı fərqi gördüm. Çox sürətli gediblər. Yəni ola bilər inkişaf edən dövrdə yaşayırıq. Texnologiyanın bu qədər inkişaf elədiyi dövrdə uşaqlar da buna çatmağa çalışırlar. Amma sualların qoyuluşu bəzən mən valideyn olaraq, baxmayaraq ki, təhsilli bir valideynim, baxdıqda sual mənə elə bir anında çatmaya bilir. Bunu etiraf edirəm. Və qızıma da etiraf edərək deyirəm, Əsma, valla bu mənə biraz, bu bir dəfə də oxusun, ana bunu görüm, burada nə demək istəyir, belə olur. Əgər mən bir valideyn kimi, yetişkin kimi, bu qədər informasiyam olduğu halda, onu bir tərəddüd edirəmsə, uşaqlar üçün məncə bu cür belə açılması lazım olan tapşırıqların anlaşıqlığından danışırsınız. Bəli, təbii ki, anlaşılmaz suallar qoyulmur. Amma niyə bilmirəm. Sanki tapmaca kimi. Başa düşürəm. Məntiqimizi inkişaf elətdirməliyik. Amma bu dərəcədə mi olmalıdır deyə düşünürəm.
Məsələn, ingilis dili kitablarından danışmaq istəyirəm xüsusilə. Bunu nəyə görə deyirəm? Çünki qızımı evdə hamı bildiyi üçün öyrətməyə çalışırıq. Təsadüfən belə deyim də sizə. İndi 4-cü sinifə keçirik. 4-cü sinifdə kitabımızda nə var? Yaşıl qurbağa, sağ ol dedi, oturdun, durdun, qalx, otur. Gəlin baxaq 5-ci sinif kitabımıza. 2004-cü ildə 24-cü ildə nəşr olunub. Kitaba baxanda sanki bir akademik mətn qoyulub qarşımıza. Mən indi mənim qızım 3-cü sinifdir. 4-ü atlayıb 5-ə keçəcək, düzdürmü? Mən indidən düşünürəm ki, gör biz nə qədər akademik bilik bacarıq əldə etməliyik ki, 3 ayın içində uşaq axı bu qədər bilik bacarığı hardan və niyə öyrənsin? Aha, keçidlər çox kəskin qoyulub deyirsiniz. Keçid 2024-cü ildə kəskin qoyuldu. Mən düşünürdüm ki, bu keçidi qoymazdan əvvəl bir dövr ibtidaide olan kitabdakı keçidi dəyişib sonra belə dəyişərdiniz. Uyğunlaşdırmaq lazım. Bu çox çətin. Mən düzdür, bizdə indi dili bilən var deyə kömək dəstək olacaq. Biz digər ailələrdə hamı bunu bu qədər bilmək məcburiyyətində deyil axı. Yəni bu əslində böyük bir sualdır və mən baxıb çox təəccübləndim. Mən bir valideyn kimi artıq ciddi evdə məşğul olma lazımdır deyə düşündüm və bu bizim o proqrama çatmaq üçün 1 ilimizi, 2 ilimizi alacaq deyə düşünürəm. Yəni uşaq beynindən çıxıb necə təbiətin, ətraf aləm haqqında dəyişikliklər, yəni söz bazası çox çətin, cümlələrin 2 sətirdən ibarət bağlayıcı ilə bağlanan cümlənin 4-cü sinifdən çıxan bir uşaq üçün nə dərəcədə düzgün, bunu necə anlasın? Və bir valideynəm. Mən haqlı olaraq bu vəsaiti götürüb hər yerə müraciət eləyə bilərəm və haqlı da hesab eləyərəm. 4-cü sinif kitabı ilə 5-ci sinif. Burada heç bir təhsildə olan heç kəs deyə bilməz ki, siz yanlışsınız. Yəni bu həqiqətən haşiyəyə çıxılması bir mövzudur. Düzdür, təzə çıxıb kitab çox maraqlı idi görən, hazırlığı olmayan 4-dən çıxan uşaqlar o materiala necə çatdı. Mən indi bu təcrübəni hələ edinməmişəm. Ona çatana qədər də zaten biz bilik bacarıq əldə eləyəcəyik. Artıq mən bu önləmi almışam. İndi bəlkə mən heç məlumatsız olsaydım necə olacaq idi? Elə övladım oturdun, durdun, əyləş, tullan, onu mənə ver. Bu cümlələr deyil. Şəkil üzrə təsvir. Cümlə qura bilməyən uşaq necə şəkil üzrə təsvir edə bilər? Necə true false-lu bir, doğru yanlışlı bir suallara cavab verə bilər? Yəni bunlar hamısı mən hələ bir ingilis dilindən başladım. Digər mövzularda da Çoxlu uyğunsuzluqlar var deyirsiniz, ardıcıllıq qorunmayıb. çox boşluq var. Bilirsiniz nəyə oxşayır? İngilis dilində bəzi səviyyələrdən səviyyəyə keçiləndə bir boşluq olur. Eyni ilə o boşluğu yaradıblar. Bax bu bilmirəm nə dərəcədə doğrudur. Burada digər mövzumuz gəlir, repetitor yanına getmək məsələsi. Ümumiyyətlə deyirlər ki, uşaqların xüsusən də ibtidai dövr, məktəbə qədər dövrü, bu dövrdə onların həyatlarından, oynama periodlarından çox uğurluyuruq. Onları akademik həyata atarıq. Bunu tez-tez eşidirik. Sizcə, ümumiyyətlə, kiçik yaşlarından da, yuxarı siniflər belə, məktəbdən sonra repetitor yanına getmək ehtiyacı niyə var ümumiyyətlə bizdə? Olmalıdırmı? Məktəbmi ödəməlidir bu ehtiyacı? Sizin ümumiyyətlə fikirləriniz nədir bu barədə? Əslində belə deyək, böyük oğlum və qızım repetitor yanına ancaq universitetə hazırlaşma dövründə gediblər. Bunu danlayacağam. Amma balaca qızımı mən 3-cü sinifdə oxumağına baxmayaraq repetitor yanına göndərirəm. Bunun səbəbini də açıqlaya bilərəm. Nəyə görə? Çünki onların ibtidai təhsillərində özüm nəzarət edirdimsə, buna vaxtım çatırdısa, amma indi vaxtım çatmadığına görə, heç kim ona dəstək olmadığına görə ehtiyac duyuram. Duyma səbəbim də yenə də imtahanlara çatsın deyədir. Yox, o məktəbdə az öyrədilib deyə deyil. Qətiyyən bu mövzuda deyil. Müəlliməsi pisdir və yaxud da ki, yaxşı tədris eləməyib, uşağın başa düşmədi. İmtahan dediniz məktəbin təşkil etdiyi imtahanlardır, yoxsa məktəbdən kənar əlavə apardığınız imtahanlardır? Məsələn, monitorinqlər keçirilir, düzdürmü? 4-cü sinifdə də monitoring. Düzdür, qiymətlərə təsir eləmir deyirlər. Amma bu uşağın özünü rahat hiss eləməlidir də. Mən bu valideyn kimi bunu düşünməliyəm, düzdürmü? Məktəbdə tədris olunan tədrislə axı bu uşaq orada özünü rahat hiss eləyə bilmir. Mən niyə ona kiçik yaşından o hissi aşılamalıyam ki, mən yetərsizəm? Uşağın yetərli olmağı üçün bilik bacarıqlarının tam olması lazımdır. Buna görə sizcə testləri çıxarmaq lazım deyil 4-cü sinifə kimi? Çıxarmaq lazımdır. Nə düşünürsünüz? Bir kəskin tam əks baxış deyirəm. Onları bir yarışmaya soxmaq və ya imtahanlara daxil eləmək. Stresli bir dövrdür. Mən məsələn valideyn olaraq mən çox belə necə deyim sizə, sözlə ifadə edə bilmirəm o hissləri. İmtahana gedirəm. Bir gün haşiyədən kənara çıxıram. Məktəbdən tamam kənardır. Skripka təhsili alır qızım, əlavə məktəbdən əlavə. Mənə qayıtdı ki, mama, mən
bir gün dedi ki, mən istəmirəm skripka çalmaq. Mən də əslində onun balaca vaxtdan musiqi duyğulu olduğuna görə imtahana da girdi. DİM-in təşkil etdiyi imtahan idi. 100 üzərindən 95 nəticə də aldı. Düzdür, buna görə biz 5 dərslik bir müəllimlə dərs də aldıq. Çünki heç bir məlumatımız yox idi ki, uşaq girib imtahanda nə performans göstərməlidir. Yəni bu vacib faktor idi. Nəysə sözüm onda deyil. İmtahana yaxınlaşma ərəfəsidir. Dedi ki, mən skripka çalmaq istəmirəm, siz məni məcbur qoymusunuz. Ağladı, keçdi o biri otağa. Mən də dedim, qoy ağlasın, qoy hisslərini biruzə verməyə öyrənsin, ağlamaq bir pis nüans deyil əslində. Sonra çağırdım, gəldi. Dedim ki, niyə? Sən axı həvəsli idin skripka. Mən imtahandan qorxuram. Birdən yaxşı qiymət almaram. Aha. Mən də belə qayıtdım, dedim ki, yaxşı qiymət almazsan. Birincisi, sən əlindən gələn ən yaxşısını eləməlisən. Və nə qiymət alacağını, yəni orada da yəni direktor oturur, peşəkarcasına çalmasalar da birinci sinifdə skripka, 7 illik təhsilin birinci sinifindədir. Yəni imtahandır, müəllim də dönə-dönə deyir, imtahana hazırlaşırıq, yaxşı çalmalısan, əlini düz tut, qolunu düz tut, çiynini düz tut, notu düz tut. Yəni bu nüanslara biz valideyn olaraq da evdə nəzarət edirik. Yəni bu artıq başa düşürəm ki, onu stresə salıb və imtahanı verdiniz istifadə dilinə Könül xanım orada. Sən sevdiyinə görə çalışsan deyil. İmtahana hazırlaşırıq, əlini düz tut, qolunu düz tut. məcburda axı tutmağa. Bilirsiniz, bunu son faktor olaraq imtahanı əsas gətirərək məcbur edilir uşaq. Mən amma bunun o sevgi yönümü təşviq olunmasının biraz tərəfdarıyam. Mən biraz əks imtahan adamıyam, xüsusən 4-cü sinifə qədər. Ona görə çox belə radikal düşüncəm var ki, 4-cü sinifə qədər belə deyim də sizə. olmamalıdır. Yəni hər imtahanın öz strukturu var da. Mən indi bu tərəfdən belə haşiyə çıxacağam ki, biz bir peşəkar skripkaçı olacağıq. Düzdür, 7 ilin sonunda. Sonra peşəkar olmaq üçün təbii ki, müəyyən yerlər var, getməliyik. Amma necə ki biz qələmi tutub düzgün yazmalıyıq. Birinci imtahanda qiymətləndirilir. Siz görsəz ki, o skripkanı qoyur, başını qoyur. Elə bir qarşınızda o qədər həvəslə çalır onu. O həvəsi mən onda görə bilirəm. Amma bu səsində düzgün çıxması üçün, düzgün çalınması üçün bu əl, qol, bunlara diqqət eləməlidir. Yox xanım, bax bu hissəni deyirəm. Təbii ki, diqqət eləməlidir, amma mən sizə talım ki, skripka öyrənirsiniz düzdür. İki formada deyirəm. Mən sizə deyirəm ki, xanım, belə tutsa, siz bunu daha rahat çalacaqsınız. Bax, gör nə gözəl çalır. Bir də deyirəm ki, imtahana hazırlaşırıq, sən bunu düzgün tut. Belə bir nüans da deyilir əslində. Bunu mən demirəm. Bəli, bunu müəlliməsi bizə də bildirir. Baxın, bu qolunu buradan belə tutmasa, bu notu belə tutmasa. Bunu sırf o müəllim üçün demirəm, ha. Ümumiyyətlə sistem üçün deyirəm. Bu bir nümunədir burada. Məsəl üçün uşaqları hazırlayarkən məktəb dövründə, yəqin ki, siz valideynsiz və məndən daha yaxşı bilərsiniz məktəbdə. Onların baha imtahan sözünü uşaqlar çox eşidirlər. Həmişə ona hazırlaşırlar. Bəli. Onların zövq alma vaxtı olmur elə bir. Ona zövq almağa vaxtı, enerjisi, heç nəyi olmur. Yəni mən daim olaraq imtahana hazırlaşıram. İngiliscə rat race deyirik, ona elə bil ki. Əslində bu proses belədir də. Yəni necə deyim, o yəni bu peşəni tutubsa, necə bu proseslərdən keçməsin? Bax bu mənə biraz maraqlı gəlir. Ya bir peşəyə sahib olub necə biz zövq ala bilərik? Gözəl musiqi çalınmalıdır, düzdürmü? Bu gözəl musiqi necə çalınsın? Əgər əl, qol, çiyin, not düz tutulmursa. Bax, bunları nəzərdə tuturam. İmtahanda dəyərləndirmə sistemi də budur. Əgər bir skripkaçı olacaqsa bir qızınız, oğlunuz, imtahanda birinci sinifi bitirəndə hələ də əl-qol hərəkətini düzəldir. Məsələn, mənim qızım 5 üzərindən 4 aldı. Yenə də əlində problem var idi. Amma bacardığı qədər... Biz burada baxıram ki, biraz fərqli düşünürük. Əslində bu məsələyi yanlış istafla yox, siz fərqli düşünürsünüz. Bəli, fərqli düşünürəm. Bununla bağlı başqa bir video hazırlayacağım. Olar. Debate olacaq bu. Könül xanım, bütün qonaqlarımızla sonu belə yekunlaşdırır əslində. Deyir ki, izləyicilərimiz üçün hansı mesajınız və sözünüz var? Amma izləyici olaraq sizdə bir neçə mesaj olacaq burada. Bir valideynlərə deyə bilərsiniz hər hansı bir sözünüzü, müəllimlər haqqında deyə bilərsiniz. Ümumiyyətlə bizə Nazirliyi nümayəndələri də baxmış ola bilərlər. Təhsil Nazirliyi onlardan nə gözləyirsiniz? Şagirdlərə də sözünüz ola bilər. Buyurun və son sözünüz. Çox maraqlı sual. Əslində valideynlərə belə bir məsləhət deməyim. Yəni mən özüm ən çox elədiyim bir şey, biz də valideyn olanda hər övladımızda bir təcrübə qazanırıq. Mənim də çox çətin yollarım olub, etiraf eləyəcəm.
Bu çətin yollarda elə günüm olub ki, demişəm ki, Allah bunu həll eləməyə mənə kömək elə. Allahdan kömək istəmişəm. Bilmirəm bu nədir. Bəli, olub. Bunu bəlkə heç kim də bilməyib, heç övladımda, heç yoldaşımda. Çünki mən həmişə istəmişəm ki, bir bağım olsun övladlarım arasında və valideynlərə də tövsiyəm odur. Bir bağ qurmaq lazımdır. Bu bağ o qədər sözlə ifadə olunmaz bağdır ki, məsələn, biz ala bilirik bahalı telefonlar, hər şey. Mən bir dəfə bunu böyük qızımdan eşitdim. Dedim, amma sən bizim üçün hər şey eləyə bilərsən, amma o başqa mövzudur. Yəni o bağ oradan mən öyrəndim ki, biz bu mənə mən əslində çox belə ciddi bir valideynəm. Belə mülayim görünsəm də, Görünmürsünüz yox. görünmürəm. Amma mənim övladlarım deyir ki, dostlarım səni görəndə deyirlər, necə pozitiv analiz var. Deyir, siz onu evdə görəsiniz. Yəni həqiqətən. Amma evdə ən azından evdə söhbət eləyə biləcəyiniz bir dostunuz olsun deyə düşünürəm. Məsələn, qızım mənə əgər gəlib, yəni nələrisə deyib, mənimlə müzakirə eləyə bilirsə, oğlum mənə nələrisə deyə bilirsə, mən buna çox şadam. Yəni özümü onda o qədər xoşbəxt eləyirəm ki, yəni bu bağı qura bilmişəm. Təbii ki, deyəcəksiniz hər şeylə razılaşırsınızmı? Qətiyyən. Yəni öz fikrimi də bildirirəm, fikirlər müzakirə olunur. Onlarınki bəzən elə olur ki, mən düşünürəm ki, mənimdə də çox olub belə. Demişəm ki, ayda siz necə məndən ağıllı düşünürsünüz? Olub, bu nüanslar da olub. Tövsiyəm yəni övladlarımızı tanıyaq, onların hər yaş dövründə tanıyaq. Məsələn, ibtidaidə sən belə idin, indi niyə belə oldu cümləsi təbii ki, o böyüyür. Yeniyetməlikdə xüsusilə valideynlər çox çətinlik çəkirlər. Elə mən özüm də çəkdiyim müəyyən çətinliklər olub. Qız övladı ayrı, oğul övladı ayrı. İndi balaca qızım bir başqa tərzdə böyüyür. Təbii ki, mən deyim ki, bacım belə idi, qardaşım belə idi, sən də belə olmalısan. Qətiyyən. Tamamilə bu fərqli durumdur. Tövsiyəm xüsusi bağlarını qursunlar. Hər övlad bir xassiyyət, xarakterə malikdir. Bir də onların məncə istedadlarını və harda bacarıqlı olduqlarını onlara kömək olsunlar, dəstək olsunlar. Məsələn, indi hal-hazırdakı dövrdə əgər mənim oğlum birinci qrupa verirsə, mənə deyirsə ki, mama, hansını seçsəm daha yaxşı olar? Yəni təbii ki, özü istədiyi biri var. Bunu mənə nə məsləhət görürsə, yəni sən məni məndən daha yaxşı tanıya bilirsən, bunu müzakirələr eləyə biliriksə, məncə hər bir valideyn, yox sən həkim olacaqsan, sən yəni bu bir başqa mövzudur da həqiqətən. Tövsiyəm odur ki, bağ qursunlar, güclü bağlar qursunlar. Bizə qalan qurduğumuz bağlar olacaq. Bu valideynlərə. Bu valideynlərə. Müəllimlərə və digər təhsil Müəllimlərə işçilərinə. də səmimi olsunlar. Yəni mən düşünmürəm ki, tələbkarlıqla bəzən biz Sərtlik, kobudluğu kobudluğu qarışdırırıq. Hı. Niyə onların şəxsiyyətini alçaldırıq? Mənim oğlum da gəlib deyib, qızım da gəlib deyib, müəllim sinifə girdi, bu cümləni işlətdi. Yəni bu bir insan şəxsiyyətinə mehribanca da yanaşa bilərik də. Mən başa düşürəm, müəllimlər də bəzən çərçivədən çıxaran bəzi şagirdlər olur, onların davranışları olur. Təbii ki, aqressiv də olub. Məsələn ki, uşağı kobudlaya biliblər haqsızcasına. Amma bunu tələfi eləmək olur deyə düşünürəm. Yəni ola bilər hirslənmişdimsiz. Bu cümləni demək məncə ən gözəlidir. Acıqlı oldum, amma bu səbəbdən idi. Bu sırf sənə görə deyildi deyə deməliyik. Müəllimlər də daha enerjili, sevgi ilə yanaşmaları üçün nə lazımdırsa özlərində dəyişməlidir deyə düşünürəm. Necə ki biz valideynlər dəyişirik. Məsələn, mən xassiyyətimi bir valideyn kimi %50%-ni, 60%-ni dəyişmişəm. Yəni övladlarımı anlamaq üçün. Yəni mən özüm oldum. O demək deyil mən pisə doğru. Anlamağa, onların hər övladımla danışanda onun yaşını elməyə düşünürəm. Yəni, sən 42 yaşında deyilsən, 20 yaşında düşünməyə çalış. O yaşda sən nə düşünərdin? Bax, elə elədikcə özümü məcbur eləmişəm bunu. Yox, mən bunu deyirəm, bu belə olacaq deyil. Əslində məhz deyil bu. Aydındır. Göyhan xanım, çox sağ olun. Təşəkkür edirəm gəldiyinizə görə. Məncə maraqlı bir müzakirəmiz alındı. Bu qədər. Sizə xoş günlər. Sağ olun. Minnətdaram. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun.